Tədris Mərkəzi, Rabitəli Nitq Reabilitasiya Mərkəzi və Smart Education Bağçalar şəbəkəsinin sponsorluğu ilə sağlam təhsilə dostlar qulaq asırsınız və bugün ilaxır çərşənbədir. Torpaq çərşənbəsi Novruz bayramının 4 çərşənbəsindən ən sonuncusunu qeyd edirik. Torpaq çərşənbəsi bilirsiniz ki, torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə daha çox əlaqəlidir və bu bayram münasibəti ilə fürsətdən istifadə edib bütün dinləyicilərimizi hal-hazırda təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çərşənbəniz mübarək olsun. Sağlam təhsildə bugün iki qonağımız var və ən əsas mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadəni bugün studiyamıza dəvət etmişik və təbii ki, World Karyer və Peşə Mərkəzinin icraçı direktoru Aygün Məmmədli bizimlə bərabərdir. Hər birinizi salamlayırıq, xoş gəlmisiniz. Xoş gördük. Mən də sizi, dinləyicilərimizi salamlayıram. Bayram münasibəti ilə mən də bütün xalqımızı, eyni zamanda Dövlət İmtahan Mərkəzinin əsas işlədiyi kontingent abituriyentləri təbrik eləmək istəyirəm. Aygün xanım, sabahınız xeyir. Mən də həmişə qatılıram. Bütün World Karyer Peşə Mərkəzinin müəllimlərini, tələbələrini, izləyicilərimizi və tələbəmiz olmaq istəyən hər kəsi, eyni zamanda bütün dinləyicilərimizi təbrik edirəm. bugün imtahanlardan daha çox danışacağıq. Necə ki 11-ci siniflər üçün buraxılış imtahanları keçirildi. 9-cu siniflərlə bağlı imtahana toxunacağıq və ən əsas bizə indi yolda da qulaq asırlar. Sürücülər də bilsinlər ki, onlarla da bağlı imtahanlara gələcəyik. Taksi sürücülərdən bəli. Ən əsas taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün imtahan keçirilir və ümumiyyətlə imtahanın məzmunu barəsində danışacağıq. Yəni demək olar ki, bütün kateqoriyalara buradan müraciət eləyəcəyik. Amma ən əsas istəyirəm Xanlar bəy sizlə başlayım. Çünki necə ki dünən Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyası təqdim olundu və bu imtahan ümumiyyətlə nə üçündür, kimlər bu imtahanda iştirak edə bilər? İstəyərdim biraz ətraflı bu barədə danışasınız. Buyurun. Təşəkkür eləyirəm. Ümumiyyətlə Azərbaycan dilinin sertifikatlaşdırılması, yəni siz Azərbaycan dilini hansı səviyyədə bilirsiniz? Bax, belə bir addımın atılması Azərbaycan dilinin inkişafı ilə bağlı əhəmiyyətli, önəmli hadisələrdən biridir. Bunu mən sadə dillə necə izah edə bilərəm ki, insanlar üçün daha aydın olsun? Yəni bu sertifikatlaşdırma prosesinin mahiyyəti nədir? Necə ki siz xaricdə təhsil almaq üçün və yaxud da ki, hansısa bir xarici dili bildiyinizi təsdiq edən beynəlxalq bir sertifikat alırsınız, IELTS imtahanı və yaxud TOEFL imtahanı ingilis dili ilə bağlı var, sonra fransız dili olsun, alman dili olsun. Hansı ki, bunları siz verəndən sonra artıq sizin o sertifikatınız beynəlxalq səviyyədə tanınır və sizin dili hansı səviyyədə bilməyiniz məlum olur. Yəni artıq bunu qəbul edirlər. Eyni ilə bu da həmin o imtahan modelinin Azərbaycan dili üzrə hazırlanmış bir versiyasıdır. Beynəlxalq bir sənəd var, SEFR sənədi, Avropa Şurasının qəbul elədiyi standartdır. Yəni dil bacarıqlarının ölçülməsi ilə bağlı Avropa Şurasının bir standartı var. Dövlət İmtahan Mərkəzi də həm o sənədi Azərbaycan dilinə tərcümə eləyibdir və Avropa Şurasının saytında da var və o sənəd əsasında A1-dən C2-yə qədər, yəni ən aşağı səviyyədən ən ali yüksək səviyyəyə qədər həmin o mərhələləri hazırlayıbdır. Və bunun proqramını da biz bir müddət öncə dərc eləmişdik. Tutaq ki, A1 səviyyəsində nələr tələb olunur, A2 və yaxud da ki, B1, B2, bax bunların hamısını ayrıca biz nəşr eləmişik ki, imtahana gələcəkdə hazırlaşanlar da onlar bilsinlər ki, nələr soruşulacaqdır. İndi Dövlət İmtahan Mərkəzi tərəfindən hələlik bir sınaq versiyasını biz təqdim eləmişik. Buradan məqsəd ondan ibarətdir ki, Dövlət İmtahan Mərkəzinin yeri gəlmişkən saytında artıq yerləşdirilibdir. Biz elə dəvət edirik insanları ki, fərqi yoxdur. Bütün kateqoriyaya aid olan insanlar, Azərbaycan dili müəllimləri ola bilər, digər fənnin müəllimləri ola bilər, adi insanlar ola bilər. Bütün kateqoriyaya aid olan insanlar ödənişsiz girib bu imtahanda iştirak edə bilərlər. Bu sınaq versiyasında iştirak edə bilərlər. Bizim burada məqsədimiz ondan ibarətdir ki, öz ölçmə alətlərimizi, yəni o imtahanın məzmununu daha da təkmilləşdirək. Yəni bir baza formalaşsın, hardasa bir 2000, 5000 adam bu sınaq versiyasında iştirak eləsin və biz öz yoxlama ölçmə alətlərimizin, yəni testlərimizin nə dərəcədə
etibarlı olduğunu, nə dərəcədə adekvat olduğunu ki, yəni biz gələcəkdə bu imtahanı rəsmi olaraq təqdim eləyəndə artıq əlimizdəki o datalara əsasən biləcəyik ki, doğrudan da kimsə B1 sertifikatını alıbsa və B1-ə də onun o dili bilmə səviyyəsi uyğundur. Bax, ona görə də bu sınaq versiyasında mən bir daha səslənirəm ki, hər kəs fərqi yoxdur. Yaşından, özdə orada qeydiyyat var. Qeydiyyat hissəsində yazırıq, biz göstəririk ki, onlar bir özlərini təqdim eləsinlər, hansı sahədə çalışırlar, elmi dərəcələri var, yoxsa yoxdur. Nə qədər çox kontingent bu sınaq versiyada iştirak eləsə, bizim yoxlama alətlərimiz daha da təkmil olar və bunlar gələcəkdə bunun indi qanunvericilik bazası hazırlanacaqdır. Ola bilsin ki, kimsə xaricdən gəlib Azərbaycanda təhsil almaq istəyir. Bilirsiniz ki, onların Azərbaycan dili bacarıqları olmalıdırlar. Əcnəbi vətəndaşdır. Bax, onlar üçün bunu indi hələ indiki dövrdə bu rəsmi deyil, bunlar təsdiqlənməyibdir, amma yəni mahiyyət etibarilə ki, kimlər bu imtahanda iştirak edə bilərlər? Yoxlanış xarakteri daşıyacaq, test xarakteri daha daşıyacaq. Bəli, yəni siz tutaq ki, əcnəbidir, Azərbaycan vətəndaşı olmaq istəyir, müəyyən Azərbaycan dili bacarıqları olmalıdır. Bax, belə bir vahid standartlaşdırılmış imtahan modelidir. Ümid eləyirik ki, bunlar indi gələcəkdə tətbiq olunacaqdır. Yəni bu mənfi müsbətlərə görə də aydınlaşacaq ki, nə dərəcədə özünü doğruldur. Bəli, bəli və təkmilləşdiriləcəkdir. Yekunda biz artıq indiki versiya onlayn versiyadır. Hərə öz evindən kompüter arxasında oturub bu imtahanı verə bilər. Amma real imtahanın özü Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusu var. Bilirsiniz, burada cheating məsələsi var da. Tutaq ki, evdə sən imkan verirsənsə bu iştirak eləsin, o nədənsə istifadə edə bilər, süni deyək ki, onun balı daha yuxarı ola bilər. Amma Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda kompüterə əsaslı bu imtahanlar, real imtahanlar keçiriləcəkdir və artıq biz 2 il hüquqi qüvvəsi olan sertifikatlar verməyə başlayacağıq. Yəni Azərbaycan üçün hələ ki yenidir, çünki bu xaricdə tətbiq olunur əcnəbi vətəndaşlar üçün. Sadəcə biz indi sınaqdan keçirəcəyik və nə dərəcədə indi yəqin ki, mənə elə gəlir ki, müsbət daha çox irəliləyiş olacaq və necə ki biz hər hansı bir ölkəyə gedərkən və yaxud təhsil alarkən onların dili ilə bağlı müəyyən bir kursu keçirik və bir neçə ay və o baxımdan da əcnəbi vətəndaşlar Azərbaycanda bunu edəcəklər. Dövlət İmtahan Mərkəzi bunun üçün şərait yaradır. Aygün xanım, sizdə işlər necədir? Baxın, mart endirimləri elan edirsiniz, mən sizi izləyirəm. İstəyirəm ki, bu endirimlərlə bağlı biraz danışasınız. Dil öyrənmək xüsusən, bax elə biz biraz əvvəl Xanlar bəylə də dillə bağlı danışırdıq. Dil öyrənmək həqiqətən də çox insana müsbət təsir göstərir. Xüsusən hələ bu belə deyək ki, yaz ərəfəsində insanın canlandığı bir mövsümdə olsun. Mənə elə gəlir ki, bu təsir edir həm də. Bəli, əlbəttə ki, təsir edir. Dil kurslarına. Ümumiyyətlə Azərbaycan dili öyrənilərkən dünyanın ən çətin dillərinə aiddir, bizim deyil. Çünki Çin dili, Koreya dili, Yapon dili kimi çətin dillərdən sayılır. Asan dillərə isə bəlkə ingilis dili daxildir. Ən asan dil ingilis dilini öyrənmək üçün İspan, İtalyan dilləridir. Bizim də tələbələr daha çox ingilis dilini çox rahat öyrənir, rus dilini də çox rahat öyrənir. Çünki qulağı alışıb, amma gələndə Alman dilinə, Çin dilinə və Koreya dilini öyrənərkən biraz müddət uzanır, biraz çətinlik çəkirlər ona. Amma Koreya və Çin dillərinə çox həvəslidirlər bizim gənclər, bildiyiniz kimi, xüsusən 11-20 yaş arası gənclər Koreya, Çin dilini bizdə çox böyük həvəslə öyrənirlər. Bizdə həm əyani dərslər var ofisimizdə, həm də ki onlayn dərslər var deyə. Bizdə bu bayram ərəfəsində də tələbələrimiz istirahətə də gedən olacaq, rayonlara da üstün olacaq, amma dərslər öz yolunda davam edəcək əlbəttə. Onlayn şəkildə. Əlbəttə ki. Və mart ayından xarici dil öyrənmək istəyənlərin sayı artıb. Nəyə görə? Bu havaların artıq günəşli olması, günün uzun olması, artıq onlarda da bir bahar gəlir, onlarda da bir yeni həvəs, yeni hobbilər yaradır. Bir də səyahətlərə daha çox artıq yaxınlaşmışıq, yay mövsümü və s. Hər kəsin yadına düşüb ki, artıq yanvar, fevral bitdi, artıq martdan mən yeni dili öyrənməyə başlayım. Əlbəttə ki, biz universitetlərdə görüşlər keçirdəndə, ümumiyyətlə biz silsiləvi universitetlərdə görüşlər keçirdirik, Koreya
karyera və inkişaf forumları. Orada mən tələbələrlə görüşəndə deyirəm ki, ingilis dilini öyrənmək artıq bir hava, su kimi, oksigen kimi bir şeydir. Yəni artıq biz ingilis dilini öyrənilməsini təbliğ eləmirik. Çünki zaten bu dili öyrənməlisiniz, bu dili bilməlisiniz. Yəni bu mövzunu artıq biz müzakirəyə, reklama, PR-a ehtiyac yoxdur. Yəni bir gəncin ingilis dilini bilməməsi, o deməkdir ki, o gələcəyi haqqında düşünmür, o deməkdir ki, o inkişaf eləmək istəmir. Amma ingilis dilinin səviyyələri var. Artıq 10 il əvvəlki ingilis dili pre-intermediate, intermediate bəhs edirdisə, indi hal-hazırda ingilis dilini IELTS, TOEFL, Duolingo səviyyəsində beynəlxalq sertifikatlara malik səviyyədə bilmək lazımdır. Çünki bəzi iş yerləri, bəzi universitetlər qəbulları apararkən istər Azərbaycanda, istər xaricdə artıq ingilis dili sadəcə general English bilik tələb eləmir. Beynəlxalq imtahan, beynəlxalq sertifikatlarda tələb eləyir. Ona görə mən hər kəsə tövsiyə edirəm ki, əgər 2025-ci ildən sonra gələcəkdə uğurlu karyera qurmaq istəyirlərsə, uğurlu təhsil almaq istəyirlərsə, ümumiyyətlə bir 5 insan içində oturub söhbət eləyərkən, oturduğu yerdə hər hansı bir terminləri işlətmək, hər hansı bir yazını oxumaq, ümumiyyətlə dünya görüşü ilə bağlı söhbət eləmək istəyirsə, onun ingilis dilini bilməsi artıq şərtdir. Yəni müzakirə olunmur. Bir insan haqqında ümumiyyətlə fikir formalaşır. Yəni ingilis dilini bilməyən insan haqqında fikir intellektual insanda deyilə bilinmir artıq. Yəni ingilis dilini bilmək artıq şərtdir. Hobbi olaraq ikinci bir dili öyrənə bilərsən. Əlbəttə ki, hobbi olaraq alman dili, Çin dili, Koreya dili və s. Və bir dili gözəl öyrənməyin əsas yolu öz dilini gözəl bilməkdir. Öz dilində cümlə qurmayan insan, öz dilində danışa bilməyən insan, öz dilində kitab oxumayan insan heç bir dili mükəmməl şəkildə öyrənə bilməyəcək. Yəni öz ana dilini. Ona görə mən tövsiyə edirəm ki, əlbəttə ki, Azərbaycan dilini istər öz azərbaycanlılar olaraq, istər burada oxumağa, yaşamağa gələnlər olaraq biz hamımız Azərbaycan dilini, əgər Azərbaycanda fəaliyyət göstəririksə, yeyirik, içirik, nəfəs alırıq, pul qazanırıq və xərcləyiriksə, hamımız Azərbaycan dilini gözəl bilməliyik və ictimaiyyətdə, ünsiyyətdə də Azərbaycan dilində danışmalıyıq. Mən layihə rəhbəri olaraq deyirəm ki, bəzi şəxslər, bəzi təhsil sektorunda fəaliyyət göstərən, özəl sektorda fəaliyyət göstərən şəxslər rus dilli olsa da, mən onların qabağına belə bir şərt qoymuşam ki, Azərbaycan dilində təmiz danışana qədər bizim radionun qonağı ola bilməyəcəksiniz. Ona görə onlar hal-hazırda Azərbaycan dilləri üzərində işləyirlər. Çünki biz Azərbaycanda yaşayırıqsa, Azərbaycan dilini Azərbaycanlılar mükəmməl bilməlidir. Burada yaşayanlar isə əlbəttə ki, ana dili olmadığına görə mükəmməlliyətçilik o qədər də tələb eləmirik. Amma hər halda bizimlə Azərbaycan dilində danışılmalıdır burada. Düzdür, biz Azərbaycanlı olaraq bütün dilləri, keçən dəfə də qonağımız var idi, Günay xanım. Bəli. O dedi ki, biz Azərbaycanlı Türk dövlətləri arasında Azərbaycanlılar birinci xalqdır ki, bütün dilləri ağız sirkulyasiyasına görə gözəl tələffüz edirik və beynimizə, əqlimizə görə də gözəl mənimsəyirik. Onsuz da bizim üçün heç bir dildə danışmaq problem deyil. Bizim də tələbələrimizdə görürəm ki, yəni bizim dil öyrənmə qabiliyyətimiz yüksəkdir. Digərlərindən bəli. Əslində bizdə əcnəbi tələbələr, əcnəbi deyəndə yəni türklər, ruslar olur və türklər və ruslar digər dilləri öyrənərkən necə çətinlik çəkdiklərini görürəm mən. Ona görə bilirəm ki, bizim üçün dil öyrənmək çox rahatdır. Rahatdırsa, onda mart ayındakı endirimlərdən yararlanmağın əsl vaxtıdır. Bizdə abunəliklər də olur, bilirsiniz, 3 aylıq, 6 aylıq, 1 illik. Tam olaraq abunəliklərdən yararlanmağın, Novruz endirimdən yararlanmağın və bizim mərkəzdə dil öyrənməyin tam vaxtıdır. Mən istəyirsiniz nömrəni də deyim. 055 674 72 30 055 674 72 30 nömrəsinə WhatsApp yazmaqla bizdə qiymətlər çox münasibdir. Yəni 5 kursa zəng eləsələr bəlkə də ən münasib bizim kursun qiymətlərini görəcəklər. Yəni özləri də müqayisə eləyə bilərlər əslində, çünki hal-hazırda da var dil kursları. Özlərinə investisiya eləsinlər. Ən gözəl investisiya özünüzə, intellektinizə etdiyiniz investisiyadır. Düzdür. Mən bilirəm ki, indi bayramdır, restorana getmək istəyirlər, gözəl geyinmək istəyirlər, istirahət etmək istəyirlər, hamısına vaxt. Amma birinci gəlsinlər bizim kursda endirimlə qeydiyyatdan keçsinlər. Dərsə bayramdan sonra da başlaya bilirlər. O problem deyil. Sadəcə büdcələri düzgün formalaşdırsınlar. Endirimlə Novruz qeydiyyatı ilə keçsinlər, endirimlə. Onsuz da dərslər bizdə apreldə bayramdan sonra başlayacaq. Hal-hazırda biz də istirahətə giririk. Ona görə də büdcələrini düzgün formalaşdırmağı məsləhət görürəm və özlərinə daima investisiya eləməyə məsləhət görürəm. Ən əsas da qrafiklə bağlı çətinlik çəkirlər. O qrafikı da tərtib etmək bizim boynumuzadır, Aygün xanım. Əlbəttə ki, həftənin 6 günü səhər 9-dan axşam 9-a kimi istər əyani, istər onlayn, istər fərdi, istər qrup şəklində hər cür qrafikə, cədvələ uyğun olaraq biz xarici dilləri öyrədə bilirik. 14
şəkildə artıq bu işlə məşğul oluruq. Buna görə bir dili kimə, harda, necə rahat öyrədəcəyimizi, hansı cədvəlin rahat olacağını artıq 14 illik təcrübəmizə görə dayanaraq bunu edə bilirik. Və bir də əlavə olaraq deyək ki, əgər işdən belə deyək də vaxtınız yoxdursa çıxmağa, biz sizin işinizə gəlirik. Elə iş yerindəcə sizin digər işçilərinizə də əgər bu rəhbərlik səviyyəsində həyata keçirilirsə nə yaxşı və rəhbərlik səviyyəsində olanda demək olar ki, bütün işçilər bu işə qatılırlar və bərabər şəkildə öyrənirlər. Bu indi işlə bağlıdır, amma bəzən evlərə də müəllim təyin olunur World Career və Peşə Mərkəzi tərəfindən. Həm uşağınıza məktəbə qədər hazırlıqla bağlı, məktəb dərsləri ilə bağlı, həm də eyni zamanda elə xanımlar, əziz analar bəzən şikayətlənirsiniz ki, vaxt yoxdur dil öyrənməyə, mən də istəyirəm. Amma baxın bu şəraiti də sizə World Career Peşə Mərkəzi yaradır. Elə həm uşağınızla məşğul olacaqlar, həm də sizlə. Əsas odur ki, sizin dil bilikləriniz artacaq və özünüzü bir növ evdə olarkən də inkişaf etdirmiş olacaqsınız. Qısa bir aradan sonra söhbətimiz davam edəcək. Bir daha xatırladıram, bugün qonağımız Mətbuatla İş və Elektron Kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə və World Career Peşə Mərkəzinin icraçı direktoru Aygün Məmmədlidir. Və reklamlardan sonra biz toxunacağıq 11-ci siniflər üçün keçirilən buraxılış imtahanlarından bağlı və hazırda yoxlama prosesi necə gedir, nəticələr nə vaxt açıqlanacaq, ən çox verilən suallar bunlar olduğuna görə siz də yazın, göndərə bilərsiniz əslində suallarınızı. Xanlar bəyə təbii ki, səsləndirəcək, cavablandıracaq. 055 93 490 93 WhatsApp nömrəsinə yazaraq. Təkrar edirəm, 055 93 490 93. Reklamlar ardıcı qayıdacaq. Sağlam təhsil. Söhbətimizi davam etdiririk. Bir daha xatırladıram. Bugün qonağımız Mətbuatla İş və Elektron Kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə, World Career Peşə Mərkəzinin icraçı direktoru Aygün Məmmədlidir və mən istəyirəm ki, Xanlar bəy, martın 2-sində və 9-da keçirilən bu 11-ci siniflər üçün, yəni 11-ci sinifi artıq bitirmək üzrə olanlar üçün buraxılış imtahanlarına bağlı danışaq. Hazırda bilirəm ki, yoxlama prosesindəsiz. Nəticələr çox yaxın günlərdə, yəni açıqlanacaq, yoxsa biraz çəkəcək? Dövlət İmtahan Mərkəzi, siz qeyd elədiniz, artıq buraxılış imtahanları 11-ci sinif təhsil səviyyəsi üzrə yekunlaşdırıbdır. Bu imtahanlar keçirilibdir. Kifayət qədər kütləvi imtahan hesab olunur. Əgər biz iki istiqamət üzrə yekun baxsaq, 116 mindən artıq şagirdin bu imtahanda iştirakı nəzərdə tutulmuşdur və hazırda onların yazı işlərinin yoxlanılması prosesi həyata keçirilir. Mən izləyicilərə bir daha onların diqqətinə çatdırmaq istəyirəm ki, tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə imtahan verirlər. 85 tapşırıq onlara təqdim olunur. O 85 tapşırığın 24-ü yazılı cavab tələb edən açıq tipli tapşırıqlardır. Yəni burada hansı bir variant yoxdur, bənd yoxdur. Siz hansı bir misal verilibdir, həmin o misalı özünüz həll edirsiniz, həlli ilə bir yerdə yazırsınız. Biz baxsaq 116 min imtahan iştirakçısı və 24 tapşırıq və bunlarda özü də 2 dəfə yoxlanılmalıdır. 2 fərqli müəllim o tapşırıqları yoxlamalıdır. Bu kifayət qədər böyük bir rəqəm eləyir. Yəni milyonlarla tapşırığın yoxlanılmasından burada söhbət gedir. Ona görə də marker müəllimlərimiz hal-hazırda həmin yoxlama prosesinə cəlb olunublar. Bu davam eləyir. Biz elan eləmişdik ki, 6 həftə müddətində nəticələri elan eləyəcəyik. Martın 2-sində olubdur. İndi təqribi bayramları da nəzərə almaq lazımdır ki, qeyri iş günlərinin sayı aprelin əvvəlinə hardasa belə başa düşdü. Aprelin ortasına, bax belə ortalarına mən fikirləşirəm ki, həmin dövrdə biz artıq nəticələri elan eləyə biləcəyik. Əvvəlcə martın 2-si, daha ondan bir həftə sonra isə mart ayının 9-unda keçirilən imtahanın nəticələrini biz təqdim eləyəcəyik. Necə qiymətləndirirsiniz? Çətin olub, asan olub, bir neytral mövqedə dayanan bir şəxs kimi? Belə deyək də, ümumiyyətlə təəssüratlar imtahan necədir? layihələndirilərkən hər bir imtahan əvvəlcədən onun texniki tapşırığı hazırlanır və buraxılış imtahanı eyni zamanda qəbul imtahanının birinci mərhələsidir. Bəli. Yəni müəyyən seçim etmək üçün Dövlət İmtahan Mərkəzinə lazım olur. Ona görə də burada həm asan, həm orta, həm də ki nisbətən, yəni çox yox, nisbətən çətin hesab oluna biləcək tapşırıqlardan istifadə olunur. Hər 3 kateqoriyaya aid olan tapşırıqlar bu blokda olur, test blokunda olur. Ancaq asan, çətin o elə bil ki biraz nisbi məsələdir. Daha hazırlıqlı imtahan iştirakçısı üçün o asan olur. Yox, zəif imtahan iştirakçısı üçün bir qədər çətin gəlir.
Amma qızıl ortanı burada əsas məqsəd ondan ibarətdir ki, bizim imtahanda istifadə elədiyimiz test tapşırıqları onların o bilik, bacarıq səviyyəsinə uyğun olsun və mərkəz tərəfindən həmişə bu təhlillər aparılır. Bundan əvvəlki keçirilən imtahanlarla bağlı mən deyə bilərəm ki, imtahanda istifadə olunan o tapşırıqların mürəkkəblik səviyyəsi ümumilikdə baxanda imtahan iştirakçılarının səviyyələrinə uyğun olur və hər üç kateqoriyaya aid olan tapşırıqlardan istifadə olunur. Proqram eyni proqramdır. Yəni siz məktəbdə nə keçmisinizsə, ondan suallar istifadə olunur, həmin o mövzulardan. Dövlət İmtahan Mərkəzi buraxılış imtahanı proqramını, o dərsliklərin qısaldılmış formasını da, mövzuların qısaldılmış formasını təqdim eləyir. Yəni heç bir kənara burada çıxma yoxdur. Əgər siz vaxtında hazırlaşmısınızsa, oxumusunuzsa, onda bu imtahanın öhdəsindən layiqincə gələ bilirsiniz və öz bacarığınıza uyğun balı yekunda toplamış olursunuz. Mən istəyirəm bizə hal-hazırda şagirdlər də yazsınlar, abituriyentlər də yazsınlar, valideynlər də yazsınlar. 055 93 490 93-ə WhatsApp nömrəmizə suallarınızı Xanlar bəyə ünvanlaya bilərsiniz. Buraxılış imtahanlarından danışırıq. Ümumiyyətlə növbəti imtahan adətən necə olur? Çətin olur Xanlar bəy? Yox, yəni biz Bu bunu... birinci idi, bilirəm. Bəli. Deməli, martın 2-si 9-u bu artıq yekunlaşıbdır. Növbəti imtahan, qəbul imtahanının əgər ikinci mərhələsini nəzərdə tutursunuzsa, çünki ali təhsil müəssisəsinə qəbul olmaq üçün 2 mərhələli imtahan olur. Burada isə artıq qruplar üzrə biz imtahanı keçiririk. Kim istəyir birinci, ikinci, üçüncü və yaxud dördüncü ixtisas qrupu artıq bir qədər burada konkretləşmiş olur insanların istəklərinə uyğun olaraq və burada əgər siz müqayisə aparsaz buraxılış imtahanının və qəbul imtahanının çətinliyi arasında, qəbul imtahanında biz buraxılış imtahanında daha zəif və orta hazırlıqlı imtahan iştirakçılarının, şagirdlərin diferensiyasiyası, yəni onların o bilik və bacarıqlarının fərqləndirilməsini aparmaq mümkün olur. Amma daha hazırlıqlı uşaqlarla bağlı o qədər də bu əlverişli deyil. Ancaq qəbul imtahanlarında o daha hazırlıqlı abituriyentləri də biz bir-birindən o fərqləndirə bilirik, o imtahanın məzmunu. Amma ötən illə bağlı deyək və yaxud ondan əvvəlki illərlə bağlı müqayisə eləyəndə bir fərq yoxdur. Yəni bir fərq olmur. Vahid bir proqramda hansısa bir dəyişiklik yoxdur. Vahid bir dərslikdir. Özdə dərsliklərə də biz baxırıq. Bilirsiniz, köhnə dərsliklər olur, yeni dərsliklər olur. Dövlət İmtahan Mərkəzi öz imtahan proqramını elan eləyəndə baxır, eyni mövzular, ortaq mövzuları seçir ki, bütün imtahan iştirakçıları üçün bərabər, ədalətli bir şərait yaradılmış olsun və onlar imtahanlarda iştirak eləsinlər. Bu ali məktəblərə sənəd qəbulundan bir halda ki başladığı ilə danışmaq ilə ona istəyirəm ki toxunaq. Eyni zamanda birinci mərhələsi səhv etmirəmsə başa çatıb artıq və öyrənmək istəyirəm ümumiyyətlə qeydiyyatdan keçməyənlər, yəni əlavə belə şərait yaradılacaqmı onlara? Deməli, fevralın 20-sindən başladı, martın 5-nə qədər davam elədi. Sonra biz müraciətləri nəzərə aldıq, bir gündə artırdıq. Yəni martın 6-sına qədər imkan yaratdıq ki, elektron formada bu qeydiyyatdan keçsinlər. 124 min, 125 min civarında ali təhsil müəssisəsinə qəbul olmaq istəyən abituriyent var. Kifayət qədər rəqəm yüksəkdir. Hardasa bir 12-15 min ötən illə müqayisə aparsaq, daha çox abituriyent ali təhsil almaq üçün müraciət eləyibdir. Bu proses artıq yekunlaşıbdır. Ancaq ola bilsin ki, bəzən olur kimsə qeydiyyatdan keçməyibsə, əvvəlkilərin məzunları üçün artıq nəsə fürsət yaratmaq imkanımız yoxdur. Çünki onların aprel ayının 6-sında qəbul imtahanının birinci mərhələsini verəcəklər. Yəni onların bu martın 5-nə qədərki qeydiyyat prosesi burada nəzərə alınır və gəlib iştirak edə bilirlər. Amma cari ilin məzunları, yəni 11-ci sinifdə oxuyanlardan kimsə qeydiyyat prosesindən hansısa bir səbəbdən keçməyibsə, onlara fürsət imkanı yaradılacaqdır. Qəbul imtahanlarının ikinci mərhələsinə qeydiyyatına, onlar blok imtahanlarına buraxılacaqlar. Təbii ki, sən martın 2-sində və yaxud 9-unda imtahanda iştirak eləmisənsə,
sənin imtahan nəticən var. Qəbul imtahanının birinci mərhələsi də burada buraxılış imtahanıdır cari il məzunları üçün. Ona görə də biz həmin kateqoriyaya aid olan abituriyentlər üçün fürsət yaradacağıq. Onlar qeydiyyatdan keçə biləcəklər. Amma əvvəlkilərin məzunları üçün o təəssüf ki, artıq bu müddət başa çatıbdır. Anladım. 9-cu siniflərlə də bağlı istəyirəm ki, biraz toxunaq. Çünki 9-cu siniflər üçün buraxılış imtahanları da yəni olacaq və bunun üçün ayrıca bir qeydiyyat tələb olunurmu? Onu soruşum sizdən. Bu arada dinləyicilərimizin də sualı gəlib, bir neçəsinə toxunarıq birazdan. Aha. Bəli. Bu sual çox verilir bizə ki, buraxılış imtahanında iştirak eləmək üçün hansısa bir qeydiyyat lazımdır. Buraxılış imtahanı yekun attestasiya imtahanıdır. Yəni siz məktəbi bitirmək üçün, attestat almaq üçün bu imtahanda iştirak edirsiniz. Ona görə də məktəb tərəfindən şagird məzun bazasına sizin məlumatlarınız avtomatik olaraq daxil edilir. Dövlət İmtahan Mərkəzi də həmin o bazanın əsasında buraxılış imtahanlarını təşkil edir. Yəni buraxılış imtahanında iştirak eləmək üçün hansısa qeydiyyat tələb olunmur. Avtomatik siz bu imtahanlara yazılmış olursunuz və gəlib imtahanda sadəcə iştirak edirsiniz. Nə zaman olacaq? Bir də bunu elan edək. Aprel ayının 13-də, 20-sində və 27-sində keçirilməsi nəzərdə tutulubdur. Ötən həftə biz həmin bu tarixlərə uyğun şəhər və rayonların qrafikini də açıqladıq. Burada say kifayət qədər çox olduğuna görə 3 istiqamətdə olacaqdı imtahanlar. Dövlət İmtahan Mərkəzinin saytına mən şagirdləri bir daha səsləyirəm ki, daxil olsunlar, o qrafiklə tanış olsunlar. Orada göstərilir ki, məsəl üçün aprel ayının 13-də hansı şəhər və rayonda yerləşən məktəblərin şagirdləri imtahan verirlər, 20-si, 27-si. Digər bir məsələ isə imtahana buraxılış vərəqəsidir ki, onlar konkret imtahanı hansı məktəbdə verəcəklər və yaxud indi hansısa bir deyək ki, ali təhsil müəssisəsində verəcəklər. Yəni imtahan yeri ilə bağlı. Dövlət İmtahan Mərkəzi imtahana buraxılış vərəqəsini imtahandan hardasa bir 5-7 gün əvvəl mərkəzin saytına yerləşdirilir. Həmçinin hər bir məktəbin özünə də şərait yaradılır ki, məktəb rəhbərliyi onların imtahanda iştirak edən şagirdləri üçün o imtahana buraxılış vərəqələrini çap edə bilsinlər. Yəni siz özünüz də çap edə bilərsiniz və yaxud da ki, məktəbə müraciət edirsiniz, məktəb sizin üçün o buraxılış vərəqəsini çap edir. Həmin ona uyğun da siz gəlib imtahanda iştirak edirsiniz. Bir nüansı mən vurğulayım. Aha, buyurun. Bu sənədlərlə bağlı ki, biz 2 sənəd tələb edirik imtahanda iştirak eləmək üçün. Bir şəxsiyyəti təsdiq edən sənədin əsli olmalıdır, bir də imtahana buraxılış vərəqəsi olmalıdır. 9-cu sinif şagirdlərində bəzən köhnə nəsil şəxsiyyət vəsiqələrində şəkil olmur. Şəkil olmayan halda onlar müraciət edirlər məktəbə. Məktəb onlara bir arayış verir ki, bu filan kəsdir, filan məktəbin filan sinifində oxuyur və onun yeni çəkilmiş şəkli olur, möhürlə o təsdiqlənir. Yəni bu bizə imkan verir ki, artıq abituriyent şagird imtahan binasına yaxınlaşanda həmin o şəkilli arayışla biz onun özünün həqiqi doğrudan da imtahanda iştirak etməli olan şəxs olduğunu müəyyən eləyək. Yəni bax bu vacibdir. Şəxsiyyət vəsiqələri ilə bağlı məsələ çox aktualdır. Şəxsiyyət vəsiqələri onların hüquqi qüvvəsi olmalıdır. Bəzən köhnəlmiş. Çox yaxşı məqama toxunursunuz. İndidən artıq onlar bəli, sənədlərini qayda əsasında ən azından bu şəxsiyyət vəsiqəsi kimdəsə ola bilsin ki, köhnəlmiş, vaxtı keçmiş şəxsiyyət vəsiqəsidir. Müraciət eləsinlər asan xidmət mərkəzlərində bilirsiniz ki, 1 günə, 5 günə, 10 günə qısa müddətdə bu vəsiqələri alırlar. O vəsiqəni alandan sonra məktəbə müraciət edirlər. Məktəbdə şagird məzun bazasında həmin o vəsiqəni yeniləyirlər ki, buraxılış vərəqəsi çap olunanda təzə şəxsiyyət vəsiqəsinin məlumatları onun üzərində olsun. Bax bu məsələ, bu sənədlər məsələsinə xüsusilə fikir vermək lazımdır. Sənəd olmayanda biz artıq imtahana buraxa bilmirik. Bəzən gəlirlər, şəxsiyyət vəsiqəsinin hətta sürətini bəzən gətirirlər və bəzən ümumiyyətlə heç gətirmirlər. Belə olan halda biz onları imtahana buraxa bilmirik. Ona görə də valideynlər xüsusilə indi nəzərə alsaq ki, 9-cu sinif şagirdidir, bir qədər deyək ki, onların imkanları daha məhduddur. Bu məsələdə diqqətli olsunlar ki, o sənədlər qaydasında olmalıdır.
Əslində bəli, təhsil almamaq üçün elə bir belə deyək də şərtlər qalmır. Yəni hər bir şərt, cəhd bu imtahan cəhdləri ona görə oldu. Son bir neçə il ərzində bu baş verdi də. Yəni əvvəllər necə keçirilirdi? Cəmi bir dəfə keçirilirdi imtahan və qəbul olanlar bilinirdi, qəbul olmayanlar növbəti ilə artıq sınayırdılar özlərini. Amma indi hal-hazırda çox qəşəng Aygün xanım şərait yaradılıb Dövlət İmtahan Mərkəzi tərəfindən. Hər il bilirəm ki, yeni layihələr həyata keçirilir, düşünülür, planlar qurulur ki, daha da ildən ilə bu tələbələrin, daha doğrusu abituriyentlərin təhsil almasına bir növ şərait yaransın. Yəni oxumayan qalmasın, təhsil almayan qalmasın və bu cəhdlərdən, bu fürsətlərdən yararlanmamaq mənə elə gəlir ki, nə bilim valla, nə ola bilər, nə səbəb kimi götürülə bilər ən çox maraqlıdır. Yəni burada siz doğru qeyd edirsiniz. İndi biz qəbul imtahanlarının ikinci mərhələsini 2 dəfə keçiririk. Bu böyük bir fürsətdir. Ola bilsin indi hər bir insanın başına nəsə gözlənilmədən bir hadisə gələ bilər. İmtahanın özündə istər-istəməz nəsə baş verə bilər. Amma 2 dəfə keçiriləndə siz artıq psixoloji olaraq elə birinci imtahana daha rahat gedirsiniz. Çünki bilirsiniz ki, ikinci bir şansınız var. Ona görə də siz daha çevik olursunuz, daha rahat olursunuz və mərkəz tərəfindən də Dövlət İmtahan Mərkəzi şərait yaradır ki, hansından çox bal toplasan, onu götürəsən. Sonra bunlardan əlavə plan yerlərinin artırılması ilə bağlı hökumət tərəfindən hər il qərar var, Nazirlər Kabinetinin qərarı o təsdiq olunur və plan yerlərinin biz müqayisəsini aparsaq əvvəlki illərlə biz müşahidə eləyirik ki, plan yerləri artırılır, say çoxalır. Yəni tutaq ki, bu il 50 mindirsə, növbəti il olur 55 min, ondan sonraki il olur 60 min və bu tendensiya artırıla gedir. Və bu da birləşdirilməyən tələbə qalmır. Və bu da istər-istəməz ali təhsil müəssisəsinə qəbul olmaq istəyənlərin sayını əlbəttə ki, təsir eləyir. Daha çox insan ali təhsil almaq imkanı əldə eləyir. Hətta dövlət sifarişli yerlərin sayı kəskin artırılıbdır. 2019-cu ildən etibarən indi biz 25-i hələ təsdiq olunmayıbdır, verməmişik. Amma ötən ilin statistikasını mən sizə deyə bilərəm ki, təqribən ali təhsil müəssisəsinə qəbul olan hər 2 tələbədən biri dövlət sifarişi əsasında oxuyur artıq. Yəni hər 2 tələbədən biri ödənişsiz formada təhsil alır. Yəni bu da əlbəttə o təhsil alma imkanlarının genişləndirilməsi ilə bağlı hökumət dövlət tərəfindən həm plan yerlərinin sayı çoxalır, həm də ki ödənişsiz yerlər kəskin artırılıb. Əvvəl müqayisə aparanda biz görərdik ki 75% tutaq ki dövlət ödənişli, 25% və yaxud 30%, amma bu artırıla gəlibdir. İndi o 50% həddinə yaxınlaşıbdır. Yəni bu da müsbət. Hələ mən bu güzəşt kateqoriyasına aid olan insanları demirəm ki, məcburi köçkün statusuna malik olan şəxslər bilirsiniz ki, onlar imtiyazlı, şəhid ailəsinin üzvləridir, sonra əlillərdir. Yəni onlarla mən toxunmuram. Onlardan əlavə hər 2 tələbədən biri demək olar ki, artıq ödənişsiz formada təhsil almaq imkanına malikdir. Bax belə. Dinləyicilərimizin sualları səs gəlir, artıq səsləndirəcəm, amma indi hal-hazırda məlumat vermək istəyirəm sponsorlarımız haqqında. Sağlam təhsilin sponsoru Rabitəli Nitq Reabilitasiya Mərkəzidir. Müasir dövrdə ən çox valideynlərin rastlaşdığı problemləri biri uşaqlarla bağlı nitq vaxtında inkişaf etdirilməməsidir. Ya uşaq gec danışır, ləng danışır, qüsurlu danışır. Ona görə də ümumiyyətlə narahatsınızsa vaxtında müraciət edin. Erkən müdaxilə təbii ki, çox şey həll eləyir. Difiktoloqlar, logopedlər Rabitəli Nitq Reabilitasiya Mərkəzində hər bir uşaqla məşğul olacaqlar və bu məşqlər əsasında da bu problemlər aradan qaldırılacaq. Səbəblər çoxdur və ən əsas bu səbəbləri araşdırdıqdan sonra təbii ki, terapiyalara başlanılır. Əlaqə nömrəsini deyəcəm 050 867 27 43, təkrar edirəm 050 867 27 43. Rabitəli Nitq Reabilitasiya Mərkəzi, Instagram Rabitəli _Nitq. O ki qaldı Smart Education bağçalar şəbəkəsi haqqında olan məlumata. Bilirsiniz ki, bir neçə filialla fəaliyyət göstərirlər və Smart Education'ın ölkəmizdə bir çox bağçaların Nazirlər Kabinetinin nizamnaməsinə uyğun olaraq qurulmasına bir dəstəyi də var. Bağça xidmətlərindən əlavə şirkət uşaqların fiziki və mənəvi inkişafı üçün də xidmətlər göstərir. Yay düşərgələri olacaq. Bu arada bir elan sizin üçün deyim. Artıq indidən etibarən yay düşərgələri olacaq. Valideynlər bunu nəzərə alsınlar və indidən artıq müraciət etsinlər. Smart Education bağçalar şəbəkəsinə 050 988 30 62. Təkrar edirəm 050 988 30 62. Sağlam təhsil. Biz sizə hər şeyi öyrədəcəyik.
Bu arada ali təhsil müəssisələrinin 9-cu sinif şagirdlərinə toxunduq, amma indi istəyirəm ki, magistraturaya da qəbul olmaq istəyənlərə xüsusi bir yer ayıraq proqramımızda. Çünki ötən həftə sonu magistraturaya qəbul imtahanlarının yekun nəticələri elan olundu. Necə idi ümumiyyətlə müsabiqə şərtləri? Kimlər iştirak elədi? Ümumiyyətlə hər kəs iştirak eləyə bilərmi? Bəli. Biz bayaqları o 2 dəfə imtahanda iştirak məsələsinə toxunduq. Ali təhsil müəssisələrində. Bu eynilə magistraturaya da şamil olunur. Magistraturaya da şamil olunur. Onların 2 şansı olur. Mərkəz tərəfindən bir imtahan artıq keçirilibdir. Onun nəticələri də təqdim olunubdur. Burada müxtəlif qruplar üzrə, ixtisas qrupları üzrə biz baxsaq, şərtlər, müsabiqə şərtləri fərqlidir. 100 bal toplaya bilirlər bakalavrlar imtahanda. Humanitar və sosial ixtisaslar qrupunda 50 və daha yuxarı toplamısansa, ixtisas seçimində iştirak edə bilirsən. İqtisadiyyat idarə etmə ixtisaslarıdır, təbiət ixtisasları qrupunda orada 45 bal və daha yuxarıdırsa iştirak edə bilirsən. Texniki təhsil ixtisasları qrupunda 40 baldır. Mədəniyyət incəsənət ixtisasları qrupunda o daha aşağıda 30 bal toplamısınızsa, siz deməli müsabiqədə iştirak edə bilərsiniz. Yəni fürsətiniz var ki, artıq siz yayda keçirilən ixtisaslaşma seçimində iştirak eləyəsiniz və yaxud da ki, ola bilsin kimlərsə balını daha da artırmaq istəyir. Çünki müəyyən ixtisaslar var ki, orada rəqabət daha yüksəkdir və siz daha yüksək bal, daha yuxarı bal toplamalısınız ki, belə deyək də artıq bir əminlik olsun ki, siz istədiyiniz ixtisasa qəbul ola biləsiniz. Ona görə də mərkəz tərəfindən ikinci imtahanın keçirilməsi ilə bağlı həm qeydiyyat tarixləri, həm də imtahanın özü bununla bağlı məlumat verilibdir. May ayının 11-də keçiriləcəkdir imtahanın ikinci cəhdi və burada iştirak eləmək üçün aprel ayının 17-sindən mayın 1-nə qədər olan müddətdə yenidən bakalavrlar Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə elektron formada müraciət eləməlidirlər. Ancaq bu artıq seçim imkanıdır. Yəni kim birinci mərhələdə, birinci cəhddə ona lazım olan balı toplaya bilibsə, onu qane eləyən balı toplaya bilibsə, o ikinci cəhdə yazılmaya da bilər. Və yaxud da ki, yazılsa, hansından daha çox bal toplasa, mərkəz tərəfindən ixtisaslaşma seçimi zamanı həmin o bal götürüləcəkdir. Və yaxud ola bilsin ki, kimsə birinci cəhdə iştirak eləməyibdir, ümumiyyətlə qeydiyyatdan keçməyibdir. Onlara da şərait yaradılacaq ki, aprel ayının 17-sindən mayın 1-nə qədər olan müddətdə qeydiyyatdan keçsinlər və imtahanın ikinci cəhdində iştirak eləsinlər. Aygün xanım, təbii ki, ölkə daxilində təhsil almaq istəyənlərlə yanaşı bilirəm ki, ölkə xaricinə də üst tutanlar var və siz də World Career Peşə Mərkəzi olaraq xaricdə təhsil üzrə mütəxəssissiniz. Sizdə də qeydiyyat səhv etmirəmsə artıq başlayıb. Bəli, əlbəttə ki. Biraz ucadan danışaq. Öz ölkəmizdə də təhsil davam etmək əlbəttə ki, xoşdur. Öz ölkəsində də təhsilə dəyər hal-hazırda bir ildən ilə artmaqdadır. Amma bəzi şəxslər var ki, xarici təcrübələrdən də yararlanmaq istəyir. Həm də ölkəmizə yeni xaricdə bildiklərini ölkəmizə gətirmək istəyir. Burada karyerasını daha geniş qurmaq istəyir. Onlar adətən Türkiyədə, Avropada təhsil almağa önəm verir. Və əlbəttə ki, artıq Türkiyədə də, Avropada qəbullar hal-hazırda indidən başlayıb. Biz Azərbaycanlı olaraq bizdə bu proseslər yayda olur deyə. Biz düşünürük ki, hamı düşünür ki, qoy maydan sonra fikirləşirəm, amma xaricdə elə deyil. Türkiyədə və Avropada elə deyil. Artıq hal-hazırda indidən qeydiyyat artıq başlayıb. Və nə qədər tez müraciət eləsəniz, o qədər tez şansınız çox olur. Nəyə görə onu deyim. Çünki orada xarici ölkələrdə və Azərbaycanlılar üçün limitli sayda yer ayrılır. Və kim tez müraciət edirsə, istədiyi ixtisasa daha tez yiyələnir. Həm də burada nüfuzlu universitetlər də var. Nüfuzlu daha tez yiyələnir və xidmət haqqına gəldikdə isə Azərbaycanda belədir. Mən işin biznes tərəfində deyim. Hal-hazırda xidmət haqqları normaldır. Amma biz görəndə ki, artıq qəbullar bitir, yerlər azalır. Bu təkcə bizdə deyil, bütün yerlərdə belədir. Yəni bütün tədris mərkəzlərində belədir. Vaxt daraldıqca, yer azaldıqca xidmət haqqı daha da qalxmağa başlayır. Çünki daha az yer uğrunda biz mübarizə aparmağa başlayırıq. Müsabiqə çətinləşir, bəli. Müsabiqə çətinləşir, sənədləşmə daha çətin olur. Ona görə indidən rahat olar ki, indidən müraciət eləmək, həm daha az ödənişi olan ixtisaslara yiyələnmək, həm xidmət haqqını daha az ödəmək üçün elə mart ayından, aprel ayından istər bakalavr, istər magistr, istər doktoranturaya, Türkiyə və Avropaya
müəllimlərə müraciət edə bilər bizim vasitəmizdən. İstənilən ixtisasa əlbəttə ki, bir də hibrid təhsil var. Eləsi var ki, Azərbaycandan çıxmadan təhsil almaq istəyir. O zaman hibrid təhsilə qoşula Yəni bu bilərsiniz. qiyabi təhsili bənzər bir şeydir. Qiyabiyyət təhsil, amma qiyabi təhsillər bildiyiniz kimi diplomla hal-hazırda Azərbaycanda tanınmadığına görə hibrid təhsil daha yaxşıdır ki, siz Türkiyədəki dərslərə distant qoşulursunuz, yəni onlayn olaraq qoşulursunuz. Azərbaycanı tərk eləmədən və ya Azərbaycanı yalnız imtahan əyani vaxtı. təhsil kimi sayılır, Əyani sadəcə təhsildir. ölkəni tərk etmirik. Distant dərsə qoşulur, sadəcə imtahanda gedirsiniz, imtahanlarınızı verib gəlirsiniz. Bu həm bakalavra, doktorantura, magistrada daxildir. Bu nəyə görədir? 30 yaş üzəri insanlar artıq karyerasını burada qurub irəliləmək istəyir. Və yaxud ailəlidir, bəzən uşaqları qoyub getmək də çətin olur, istər analara, istər atalara. Ona görə hibrid təhsil daha əlverişlidir. Buna görə də bizdən əlaqə saxlaya bilərlər. 055 674 72 30 WhatsApp yazaraq. Ölkələr qalıb belə ən nüfuzlu universitetlər. Yəni hələ də çünki bilirəm ki, aktivdir. sürətli iş gedir, qeydiyyata yazılanlar Nə çox. qədər tez müraciət eləsələr, o qədər rahatdır. Aydındır. Xanlar bəy, qabiliyyət imtahanlarına bağlı sual gəlib, amma onu reklamlardan sonra cavablandırsaq yaxşı olar. Söhbətimiz də yarımçıq qalmaz. Qabiliyyət imtahanlarından bağlı sualınızı cavablandıracağıq əziz dinləyicimiz. Təbii ki, kimlər bu yəni qabiliyyət imtahanından keçməlidirlər? Qeydiyyata yenidən ehtiyacı varmı, yoxsa yox? Reklam arasından sonra bunlara toxunacağıq. Radioda 93 FM-də sağlam təhsilə qulaq asırsınız dostlar. Sizinlə Samirədir və yavaş-yavaş tamamlayacağıq proqramımızı, amma bir neçə sualımız da var ki, hansı ki onu mütləq şəkildə Mətbuatla İş və Elektron Kommunikasiya Şöbəsi müdiri Xanlar bəyə ünvanlayacağam. Qabiliyyət imtahanından bağlı dinləyicimizin sualı gəlmişdi. Yəni kimlər qabiliyyət imtahanı verməlidir və bunun üçün ayrıca bir qeydiyyata ehtiyac varmı? Müəyyən istiqamətlər var. Bu təsviri sənətdir, musiqidir, idmandır, teatr, kino, xoreografiyadır, memarlıqdır ki, bunlar xüsusi qabiliyyət tələb eləyir və siz müsabiqədə iştirak eləmək üçün test imtahanlarından əlavə olaraq qabiliyyət imtahanlarında da iştirak eləməlisiniz. Qabiliyyət imtahanlarına qeydiyyat hansı komissiya üzrə siz imtahanda iştirak eləyirsiniz və yaxud istəyirsiniz. Bax, bu ayrıca aparılacaqdır. Həmin müddət ərzində abituriyentlər daxil olub seçim eləyəcəklər ki, tutaq ki, musiqi hansı alət üzrə və yaxud da ki, idman hansı idman sahəsi üzrə. Bax, bunların qeydiyyatı ayrıca olaraq aparılacaqdır və sonra isə qabiliyyət imtahanları keçiriləcəkdir. Qabiliyyət imtahanlarından da məqbul qiymət alan və yaxud eləsi var ki, balla qiymətləndirilir. Həmin o minimal tutaq ki, tələb olunan balı toplayanlar, onlara icazə veriləcək ki, gələcəkdə ixtisas seçimi zamanı qabiliyyət tələb edən ixtisasları öz elektron ərizələrində göstərsinlər. Və bir məsələni də əlavə edeyim ki, bu 5-ci qrupda da qabiliyyət tələb edən ixtisaslar abituriyentlərə imkan yaradılır ki, digər hansısa bir qrupu da seçə bilərlər. 1-ci qrup, 5-ci qrup bir yerdə ola bilər. 2-ci qrup, 5-ci qrup bir yerdə ola bilər. Yəni. Aha. Və bizim daimi dinləyicilərimiz var. Bu da sürücülərimizdə. Xüsusən taksi sürücülərlə bağlı da bilirəm ki, imtahan keçirilir və imtahanın məzmunu nədən ibarətdir? Sürücülər imtahanı keçə bilirlərmi ümumiyyətlə? İstəyərdim taksi sürücüsü taksi sürücüsü olmaq istəyənlər üçün mərkəz tərəfindən avqust ayından etibarən ötən ilin artıq imtahanlar keçirilməyə başlanılıbdır. Onlar ilk növbədə kim taksi sürücüsü olmaq istəyirsə, Yerüstü Nəqliyyat Agentliyinə müraciət edirlər. Onların hazırlıq kursları var. Həmin o kurslarda müəyyən 24 saatlıq bir kursdur. 6 günlük və yaxud 4 günlük. O kursu keçəndən sonra onların siyasi dövlət imtahanı mərkəzinə təqdim olunur və mərkəz tərəfindən həmin o sürücü olmaq istəyən şəxslər üçün elektron formada kompüterlər vasitəsilə imtahanlar təşkil olunur. Sadə bir imtahandır. Onun proqramının məzmunu elədir ki, rahat bir imtahandır. Burada taksi sürücüsünün hüquqları nədir, vəzifələri, eyni zamanda sürücülərin hüquqları, vəzifələri, sonra taksi mini avtomobilinin istismarı ilə bağlı olan müəyyən tələblərdir ki, texniki məsələlər, bəli, onlar soruşulur, yəni həmin imtahanın məzmunu. İlkin tibbi yardım hansı formada göstərilməlidir istər-istəməz hər bir. Ki, sürücülük imtahanından bənzər bir suallar yəqin ki, təbii. Sürücülük imtahanında daha çox onların bu yol hərəkəti qaydaları, bax bunlara toxunulur. Daha çox. Amma bu imtahanlarda sadə olaraq hüquqlar, istismar qaydaları, avtomobilin
hansı Birbaşa formada xidmət bəli, olduğuna xidmət, görə, bəli, bəli. Həmin o sahə ilə bağlı suallar onlardan 20 tapşırıqdır, 10-una cavab verirlərsə onlar keçirlər və onlara şəhadətnamə verilir. Bu imtahanlar nə zaman keçirilir? Bu imtahanlar bax məsəl üçün aprel ayında biz 3 dənə belə bir imtahan keçirəcəyik. 17-si, sonra ayın 24-ünə biz qeydiyyat elan elədik. Yəni o müraciət gəldikcə, müraciət olduqca biz bu imtahanları ayda 1 dəfə və yaxud 2 dəfə keçiririk. Ona görə də Dövlət İmtahan Mərkəzinin saytını daimi izləsinlər ki, həmin o imtahanlarda qeydiyyatdan keçsinlər. Bir dəqiqə vaxtımız qalıb. Rezidenturaya qəbulla bağlı da toxunsaq, mənə elə gəlir ki, bugünkü demək olar ki, işimizi başa çatdırarıq. Çox sağ olun, fürsət yaratdınız. Rezidenturaya qəbul olmaq üçün 2 mərhələli bir imtahan sistemi tətbiq olunur. Birinci mərhələdə baza fənləri üzrə, ikinci mərhələdə onların ixtisas fənləri üzrə bilikləri yoxlanılır. Qeydiyyat aprel ayının 11-də başlayacaqdır. 11-dən 18-nə birinci mərhələdə iştirak etmək üçün qeydiyyatdır və mayın 4-də imtahanın birinci mərhələsidir. Ona görə də bu imtahanda iştirak etmək istəyənlər özdə 3-cü kursu tam bitirən, yəni 4-cü kursda oxuyanlara da imkan yaradılır ki, bu imtahanda iştirak elə. Sonra qutarandan sonra imtahanın ikinci mərhələsinə də yazıla bilərlər. Aygün xanım, siz nə deyə bilərsiniz bizim abituriyentlərə, tələbələrə, dil öyrənmək istəyənlərə? Tələbələrə, hər kəsə demək istəyirəm ki, özünüzə yatırım eləyin, Novruz endirimlərimizdən yararlanın və pulunuzu həmişə dəyərli yerlərə xərcləyin. Bəli, təhsilə yatırın ən əsasda. Çox sağ olun, təşəkkür edirəm gəldiyinizə görə. Minnətdaram, həqiqətən çox xoş idi. Geniş bir məlumat verdi ictimaiyyətə bu günləri sağlam təhsildə. Bir daha xatırladıram, Mətbuatla İş və Elektron Kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə bizimlə bərabər idi və Word Karyera Peşə Mərkəzinin icraçı direktoru Aygün Məmmədli idi studiyamızda. Görüşərik, sağlıq olsa.